İnsan bir məsələni iddia eləyəndə onun doğru ya yanlış olduğu üçün baxırlar bu işin tarixdə alternativi olubmu? Yəni tarixən bu məsələ olubmu? Birinci məsələ, ikinci məsələ, Quranda bu barədə nəsə varmı? Quran ümumiyyətlə rəhbər seçimindən danışırmı, imamətdən danışırmı? Bizə deyə bilərlər ki, dəliliniz var ki, rəhbəri Allah seçir, peyğəmbərləri bildik Allah seçir. Bəs peyğəmbərlərdən əlavə rəhbərləri Allahın seçməsi barəsində bir dəliliniz var? Bəqərə surəsindədir bu ayə, 247-ci ayədir. Bəni İsrailə Şəmuil adında bir peyğəmbər göndərir Uca Allah. Bu qissə genişdir, mən qısacası deyirəm bu qissəni. Bu peyğəmbər bu qövmə, bu cəmiyyətə Allah tərəfindən bir rəhbər seçildiyini bəyan edir. Onlar ki, bir rəhbər istəyirlər, bir komandir istəyirlər, bir sərkərdə istəyirlər, onun başçılığı altında zalimlara, kafirlərə qarşı vuruşsunlar. Qalə ləhum nəbiyyuhum, onlara peyğəmbərləri dedi, İnnəlləhə qad bə'əfə ləkum talutə məlikən. Şübhəsiz Allah Talutu sizin üçün rəhbər seçdi. Onlar sual elədilər, nə üçün Talutu Allah rəhbər seçdi? Onun ki malı yoxdur, sərvəti yoxdur. Qalə innəlləhə istəfahu aleykum. Şübhəsiz Allah özü bunu seçdi sizin üçün. Və zadəhu bəstətən fil ilmi vəl cisim. Niyə seçdi? Çünki o elm və cisimdə sizdən üstündür, sizdən artıqdır. Allah rəhbər seçir və cavabını da açıqlayır Quran. Niyə seçdi? O peyğəmbər niyə dedi bu sözü? Ona görə ki, elm və cismani qüdrətdə sizdən üstündür. Həzrət Əli əleyhissalamın elminə elm çatmazdı, cismani qüdrətinə də qüdrət çatmazdı. Bu Qurandan bir dənə işarə, Talutun misalında. Bir işarədə xidmətinizə deyim, və cəalna minhum əimmətən yəhdunə bi əmrinə ləmmə səbəru və kənu bi ayatina yuqinun. Biz təyin etdik onlardan imamlar. Və cəalna minhum əimmətən yəhdunə bi əmrinə, bizim əmrimizlə hidayət etsinlər deyə. Ləmmə səbəru və kənu bi ayatina yuqinun. Niyə seçdik imamlar, hidayət imamların? Çünki o hidayət imamları səbirli və yəqin əhli idilər. Ayələrimizə, nişanələrimizə yəqin edənlərdən idilər. Bu da Quran-ı Kərimdə imamlar barəsində olan ayələrdəndir. Yəni, bu məsələ var, tarixən olub və Quran da bunu bəyan edir. Keçmiş ümmətlərə Allah hidayət imamları seçib, Quran da bunu bəyan edir. Amma kimlərdən seçib? O kəslər ki, səbir, dözüm və iman, yəqin əhlidir. Bu ayə maraqlı ayədir. Hidayət imamlarından danışır. Buyurur, yəhdunə bi əmrinə. Bizim əmrimizlə hidayət edirlər o imamlar. Burada əmr sözündə nəzərdə tutulan buyruq iki mənada ola bilər. Alimlər deyirlər, bir məna ola bilər şəriətdə göstərilən ilahi əmrlər, yəni təşrii deyirlər bu əmrə. Bir mənada ola bilər təkvini, insanın fitrətinə təsir edən, insanın qəlbinə toxunan əmrlər. Buna da təkvini əmrlər deyirlər. Bəs bu ayədə Allahın seçdiyi imamlar ki, Allahın əmri ilə hidayət edərlər, bu hidayət təşriidir, şəriətin göstərdiyi işlərə, yaxşını və pisi insanlara çatdırmaq barəsindədir, yoxsa
təkvinidir, insanların qəlbinə, fitrətinə toxunan hidayətdir. Cavab budur ki, burada hər iki məna var. İmamın işi budur, həm zahiri şəriəti hökmü bəyan eləsin, həm də bəzən hazır və layiqli qəlblərə nüfuz etsin, onları tərbiyəvi məqsədlərə və məqamlara çatdırsın. İmam bu işlər üçündür. Əmr sözü bəzi ayələrdə təkvini mənada da işlənib. İnnəmə əmruhu izə əradə şeyən ən yəqulə ləhu kun fəyəkun. Onun əmri belədir. Bir şeyi iradə etdiyi zaman o şeyə yalnız ol deyər. Təkvinidir bu iradə, bu əmr. Yəni ilahi istəyə bağlıdır, ilahi kəlməyə bağlıdır bu. O da imamların işi həm təşriidir, şəriəti insanlara çatdırmaqdır, həm də insanların qəlbinə, sağlam qəlblərə nüfuz eləməkdir. Sağlam qəlblərə təsir qoymaqdır. Yazırlar, son vida həcci Qədirxum hadisəsindən əvvəl Həzrət Əli əleyhissalam Yəməndə idi. Peyğəmbər onu Yəmənə göndərmişdi. İslamı Yəmənlilərə çatdırmaq üçün, dinin təbliği üçün və ilahi şəriətin icrası üçün. Həmin bu vida həccində Həzrət Əli əleyhissalam qayıdır Məkkəyə və oradan sonra Peyğəmbərlə Mədinəyə qayıdır daha, Yəmənə qayıtmır. Bəziləri Qədirxum hadisəsinə bu cür don geyindirmək istəyirlər. Yəməndə bir hadisə baş vermişdi deyirlər. O ki, insanlara qənimətlər bölündü ya beytulmal paylanırdı. Yəmənlilər ki, bəzilərinə az, bəzilərinə çox götürürdü. Həzrət Əli əleyhissalam onlara qəzəbləndi, onların arasında düzgün qəzavət elədi. Bu Yəmənlilərə xoş gəlmədi. Deyirlər ki, Peyğəmbər əleyhissalam Qədirxumda topladı cəmaatı, ona görə Həzrət Əlidən danışdı. Ona görə dedi ki, mən kimin dostuyamsa, Əli də onun dostudur. Allah Rəsulü həm də qəzavət eləyəndir. Əgər bir məsələdə qəzavətə ehtiyac varsa, kim doğrudur, kim səhvdir, Allah Rəsulü birbaşa o məsələyə toxunardı. Buyurardı, məsələn, ey cəmaat, ey insanlar, ey Yəmənlilər, siz bu məsələdə səhvə yol vermişsiniz. Hökmü çatdırardı, bəyan eləyərdi. Əgər məsələ Yəməndə baş verən bölgü ilə bağlıydısa. Amma burada diqqət çəkən məqam bilirsiniz nədir? Həzrət Əli əleyhissalamı Peyğəmbər əleyhissalatu vesselam özü sağlığında hidayət etmək üçün göndərir Yəmənə. Öz sağlığında belə Həzrət Əli əleyhissalamın imaməti üçün, hidayəti üçün şərait yaradır. Deməli, imamət məsələsi tarixən var, alternativi var tarixdə və Qur'an bunu bəyan eləyir. Eyni zamanda Həzrət Əli əleyhissalamın Qədirxumda onun barəsində işlədilən kəlmə Peyğəmbər tərəfindən birbaşa rəhbərlikdir, nə ki dostluq mənasında. Peyğəmbər insanlara kimdirsə, Əli də odur. Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Peyğəmbəri əgər bəziləri rəhbər yox, sadəcə dost tutublarsa, onlar elə Həzrət Əliyə dost deyəcəklər. Amma bəziləri rəhbər biliblərsə, onlar Həzrət Əlini rəhbər biləcəklər. Qədirxum imamətin yox, mən deyərdim risalətin imtihanı idi həm də. İnsanlar üçün bir dənə imtihan idi. Peyğəmbərin risalətinə, peyğəmbərliyinə nə qədər iman etmişsiniz, imtihan verin. Son vida həcci bu imtihan idi. Qədirxum çölü bu imtihana şahidlik elədi. Allah Rəsulü imtihan elədi ümməti. Necə?
mən sizin üçün nəyəm, kiməm? Ələstu əvlə min ənfusikum. Mən sizə sizin özünüzdən daha artıq ixtiyar sahibi deyiləmmi? Bəla, ya Rəsulallah, sədalar ucaldı. Əlbəttə, ya Rəsulallah. Ondan sonra bəyan elədi ikinci kəlməni Peyğəmbər. Mən kuntum mavlah. Mən kimin ağasıyam, rəhbəriyəmsə, bu Əli də onun ağası rəhbəridir. Peyğəmbər özünün rəhbərliyindən danışırdı. Özünün ixtiyar sahibi olmasından danışırdı. Və imtihan elədi cəmiyyəti. Nə qədər Peyğəmbərə iman etmisən, nə qədər Peyğəmbərin risalətinə təslim olmusan, burada çıxacaq üzə. Bir zamanlar necə ki Allah mələkləri imtihana çəkdi, nə qədər itaətkarsız, nə qədər təslimsiz, bütün mələkləri ki əmr elədi səcdə edin Adəmə, hamısı səcdə etdilər iblisdən başqa. Necə ki Allah bu imtihanı etmişdi, eləcə də Allahın Rəsulu bu imtihanı etdi ümmət üçün. Mən kimin mövlasıyam? Cavab verin. Əgər mən kim üçün rəhbərəmsə, bu Əli də onlar üçün rəhbər olacaq. Bəs biz məsum imamları necə tanıyaq? Bəziləri deyirlər ki, siz qulub eləyirsiniz. Qulub bilirsiniz nədir? Əqidədə həddi aşmaq, yəni imamları ilahlaşdırmaq. Siz şirk qoşursunuz imamlara. Bu mövzu aktual mövzu deyil, günün mövzusudur, zamanın mövzusudur deyə mən bu mövzunu bəlkə də kimlər üçünsə təkrar olar. Amma inşallah ki, yeni nöqtələr var burada. Bəzilər deyirlər, qulub edirsiniz, ilahlaşdırırsınız imamları. Bəs biz həqiqətdə necə qəbul edirik və necə qəbul edək imamları? İmamlar bizim üçün kimdir, hansı dərəcədədir? Şeyx Səduq Şiənin böyük alimlərindəndir, hədis alimlərindəndir. Uyun Əxbar Ər-Rizada gətirir, deyir ki, Musa ibn Abdullah Ən-Nəxayi bir gün İmam Əli Yənnəqi əleyhissalamdan sual elədi. Yəbnə Rasulallah, ay Peyğəmbər balası, mənə kamil, təsirli və dolğun bir ziyarət öyrət. Mən sizlərdən birini ziyarətə gedəndə, imamlardan hansınınsa qəbrini ziyarətə gedəndə bu ziyarətnaməni oxuyum. İmam buyurdu, elə ki, imamlardan bizdən birini ziyarətə getmək qərarına gəlsən, qəbri şəriflərini, hərəmin qapısına çatdıqda dayan. Elə ki, qapısına çatmısan, dayan və şəhadəteyni de. Əşhədu ən la ilahə illallah və əşhədu ənə Muhammədən Rasulullah. Diqqət eləyin, deyir ki, bizdən hansısa imamın ziyarətinə gələndə ziyarəti belə başlayın, hərəmin qapısında dayanın, şəhadəteyni deyin, kəlmə-i şəhadəti deyin. Amma qüsl halında olun bu zaman, yəni qüsl alıb gəlin. Hərəmə daxil olun, məzarı görəndə dayanın, 30 dəfə Allahu Əkbər deyin. Buyurur, sonra biraz vüqarla, təmkinlə, aram-aram addımlayın. Və sonra ayaqlarınızı bir-birinə yaxın qoyun. Simirna halı deyir də, Rusda bizdə fərəqət halı. Bir-birinə yaxın qoyun ayaqlarınızı və yenə 30 dəfə Allahu Əkbər deyin. Sonra müqəddəs məzara yaxınlaşıb 40 dəfə də Allahu Əkbər deyin ki, 100 dəfə təkbir tamamlansın. Allahu Əkbər 100 dəfəyə çatsın. İmam Əli Yənnəqi əleyhissalam ondan sonra bir dənə ziyarətnamə açıqlayır. Bu bizim əlimizdədir hal-hazır bu ziyarətnamə. Cami-i Kəbirə ziyarətnaməsidir. Məfatihdə var bu ziyarətnamə. Mən inşallah oradan iqtibas eləmişəm bəzi kəlmələri. Əllamə Məclisi deyir ki, niyə İmam Əli Yənnəqi əleyhissalam ziyarətin əvvəlində
bu cür başlamağı bəyan eləyir imamların qəbrin ziyarətə gedənləri. Buyurur ona görə ki, insanların əksəriyyəti təbiətən sevdikləri şəxslər barəsində ifrata varmağa meyillidir. Sevdiyi şəxs barəsində ifrata varmağa meyillidir. Ona görə Allahın əzəmətini yada sal ziyarətə gedəndə imamları. Allahın izzət və əzəməti, böyüklüyü sənin gözündə itməsin. Və eyni zamanda imam ki, bu ziyarətnaməni bəyan eləyir, öyrədir bu şəxsə, bu ziyarətnamədə olan kəlmələr ki, imamlar barəsindədir, bu kəlmələri oxuyanda Allahın əzəmətinə bərabər bilməyəsən, Allahın əzəmətini kiçiltmiş olmayasan, o deyir əvvəldə Allahu Əkbər denən, dayan 30 dəfədir, biraz addımda yenə de, çat müqəddəs qəbri şərifə 40 dəfədədir, Allahu Əkbəri, lap hərəmin qapısında şəhadəteynidir, Allahın əzəmətin gözündə kiçiltməyəsən, imamların barəsində olan kəlmələri dedikcə, oxuduqca. Buradan mən qısa ixtisarla bəzi kəlmələri qeyd eləmişəm. Ziyarətnamə belə başlayır. Əssəlamu aleykum əhlə beytin nübüvvə və məvdiər risalə və müxtələfəl məlaikə və məhbitəl vəhy. Salam olsun sizə, ey nübüvvət əhli beyti, ey Peyğəmbərin əhli beyti. Belə tanıyın imamları. İmamları necə tanıyaq? İmam Əliyə Nəqi əleyhissalam bəyan eləyir. İstəyəsən qəlbin aram olsun, mütməyin olsun, nə onları haqqından aşağı tanıyasan, nə də qulub eləyəsən, ifrata varasan, imam bəyan eləyir ki, bu cür tanı, bu kəlmələrlə yad elə, salamla. Ey Peyğəmbər əhli beyti, salam olsun sizə. Ey risalət mədənləri, ey müxtələfəl məlaikə, ey mələklərin get-gəl elədiyi yerlər və məhbitəl vəhy, ey vəhyin nazil olduğu yerlər və mə'dinər rəhmə, ey Allahın rəhmət məskənləri. Və ona görə imam bəyan eləyir ki, əvvəl Allahu Əkbəri de, Allahın əzəmətini unutma. Odur bu kəlmələri deyəndə sonra qulub eləməyəsən. Əqidəndə ifrat eləməyəsən. Ey Allahın rəhmət məskənləri və xuzanəl elm, elm xəzinələri və müntəhəl elm, səbir və dözümün nəhayəti. Əssəlamu alə əimmətil huda. Salam olsun hidayət imamlarına. Allah nəsib eləsin o imamların qəbri şəriflərini. İnşallah ki, o ziyarətlərə gedəndə bu cür salam verə imamlara. Əssəlamu alə əimmətəl huda. Salam olsun hidayət imamlarına. Və məsabihət duca. Və məsabihət duca. Salam olsun qaranlıqlara çıraq olanlara, hidayət çıraqlarına və əlam-i tuqa, təqva nişanələrinə və kəhvil vəra, bəşəriyyətin sığınacağı, vərəsətil ənbiya, peyğəmbərlərin varisləri, imamlar bu cürdür. Həməl-i kitabillah, Allahın kitabını daşıyanlardır onlar. Əssəlamu alə duati ilallah. Salam olsun Allaha dəvət edənlərə. Kimdir 12 imam? Bu cür tanı. O kəslərdir ki, onlardır Allaha dəvət edənlər. Allah onların vasitəsilə özünə tərəf çağırır bəndələri. Vəl müstəqərrinə fi əmrillah. Allahın əmrində sabit qədəm olanlardır onlar. Vəl müxlisinə fi tevhidillah. Allahın tövhidində, vəhdaniyyətində ixlaslı şəxslərə salam olsun. Yəni tövhidi əgər ki sən bilmək istəyirsən, tövhiddə ixlasa çatmaq istəyirsən,
İmamlar da nümunə. Bəzilər ki, şirk kimi qoyurlar qarşımıza bizim imamları. Əslində isə onlar Allahın tövhidində ixlasa çatmış şəxslərdir. Ən ixlaslı, ən müxlis bəndələrdir. Vəl-muzhirinə li-əmrillah və nəhyih. Və salam olsun sizə, ey Allahın əmr və qadağalarını aşkar edənlər, bəyan edənlər və ibadihil mukremin. Salam olsun sizə, ey Allahın hörmətli bəndələri. Kimdir imamlar? Allahın ən hörmətli bəndələridir. Əllezine, bu ayədə Qurandan iqtibasdır. İmam ardınca bu kəlməni gətirir. Əllezine la yesbiqunehu bil qavl və hum bi əmrihi ya'malun. Onlar o kəslərdir ki, hörmətli bəndələr o kəslərdir ki, ondan qabaq, Allahdan qabaq söz deməzlər və onun əmri ilə iş görərlər. Necə tanıyaq imamları? İmam Əli Ənnəqi əleyhissalam bu cür bəyan eləyir. Həzrət Əli əleyhissalam hidayət imamıdır. Həzrət Əli əleyhissalam rəhmət mədənidir. Həzrət Əli əleyhissalam elm xəzinəsidir və həmçinin digər imamlara da aiddir bu. Onlardır təqva nişanələri, onlardır peyğəmbərlərin varisləri. Allah'ın veririk izzət və cəlalına bizləri hidayət imamlarının yolundan, əqidəsindən, hidayətindən ayrı salmasın inşallah. Allah bu bayramı bizlər üçün mübarək, bərəkətli qərar versin inşallah.